İkram Kərimovun Qusara yenicə müstəntiq təyin olunduğu günlərdir. Dağ kəndində baş verən cinayətlər zamanı bəzən şahidlərin, şübhəlilərin danışdırılması üçün müstəntiqə, tərcüməçi lazım olur. Çünki bəzi dağ sakinləri Azərbaycanca bilmir. Gənc müstəntiq isə təbii ki, Qusara təyinatla gəldiyindən ləzgi dilində bilmir. Belə olduqda prokurorluğun düz yaxınlığında olan məktəbdən bir gənc müəllimə ona bu işdə köməklik üçün ayrılır. Müəllimə universiteti yenicə bitiribmiş və orta məktəbdə fizika fənnindən dərs deyirmiş. Beləliklə, müstəntiqin həmin xanımla ünsiyyəti yaranır. O dərsdən çıxarkən bəzən üz-üzə gəlirlər, salamlaşırlar, hal-əhval tuturlar. Elə həmin günlərdə isti bir yay günü prokurorluğa təcili bir məlumat daxil olur. Elə həmin müəllimənin atası və anası evində güllələnib. Onun valideynləri regionun tanınmış adamları idi. Güllələnən şəxs 1968-ci ildə Qubadakı 2 illik müəllimlər institutunun rəhbəri idi. Hadisə də elə 1968-ci ildə onun rəhbər olduğu vaxtı baş vermişdi. Qusarda ziyalı şəxsləri güllələyən və kimliyi bəlli olanda hamını şoka salan qatil və qeyri-adi ölüm səbəbini təqdim edirik. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Ər və arvad İlyasovlar evlərində kiçik çaplı 5,6 mm kalibrli yivli odlu silahdan açılan atəşlərlə qətlə yetirilmişdi. Bu silah həmin illərdə ölkədə və SSR-də populyar idi. Təyinatı idman məqsədli olsa da yivli silah idi. Bu yivli silahdan bir çox hallarda və çətin ovlanan heyvanların ovunda da istifadə olunurdu. Məsələ budur ki, su qabı suda sındığı kimi bu silahlar hər nə qədər ov niyyəti ilə alınsa da, evlərdə sakit durmur, yivli silah olduğundan insanların bilərəkdən yaxud da təsadüfən ölümünə səbəb olurdu. İlyasovlar ailəsindəki faciə də bu silahla, yivli 5,6 mm kalibrli silahla törədilmişdi. Meyitlər ayrı-ayrı otaqlarda idi. Hiss olunurdu ki, qadın hərəkətdə olarkən vurulmuşdu və həmin otaqda bir giliz aşkar edilir. Güllə dəlib keçici idi, qadının baş nahiyəsindən endirilən atəş başı dəlib keçərək divarda ilişib qalmışdı. Evin sahibi isə alt paltarında yataqda vurulmuşdu. Hadisə yerində isə 2 giliz qalmışdı. Meydin xarici müayinəsində ikinci güllə izi aşkar olunmur. Bu məqam müstəntiq İkram Kərimovu narahat eləyir. Çünki güllələrdən biri kişinin alnından dəymişdi. İzi də görünürdü, qalırdı. İkinci güllə yox idi. Həmin vaxtlar Qusarda baş verən belə hadisələrə qonşu rayonu, yəni Qubadan məhkəmə tibbi ekspert dəvət olunurdu. Tərslikdən həmin vaxt məşhur peşəkar ekspert olan Yaraliyev də məzuniyyətdə idi. Müstəntiq Bakıdan tibb həkiminin gəlməsini gözləməli olur. Ona görə də meyitlərin müayinəsi ertəsi günə saxlanılır. Həmin vaxtlar meyidin müayinəsində müstəntiqin iştirakı da məcbur idi. Meyidin müayinəsinin tədqiqi hissəsini ekspertlə birlikdə müstəntiq də imzalayırdı. Bu cinayət işində də görəcəyik ki, ekspertizaların keçirilməsində müstəntiqin iştirakı, müstəntiqlə ekspertin bir-birinin yanında olmaları, bir-birlərini məlumatlandırmaları, mülahizə və mövqelərini açıqlamaları müsbət haldır. Bu ekspertizanın keyfiyyətinə, tamamlığına, əhəmiyyətinə təsir edir. Süni ziddiyyətlərin ortaya çıxmasının qarşısını alır. Çünki hazırda söz açdığımız cinayət işində kişinin meyidini müayinə edən ekspert müstəntiq İkram Kərimova deyir ki, meyidin başında yalnız bir güllə yarasının yeri var. Hadisə yerindən isə 2 giliz qeyd etdiyimiz kimi tapılmışdı və ikinci güllə başqa bir hədəfə dəyməmişdi. Müstəntiq evin hər bir nöqtəsini yoxlasa da, güllənin dəldiyi yaxud da ilişib qaldığı heç bir işarə, yer tapılmır. Güllə çox güman ki, meyidin başında yaxud da bədənində idi. Lakin ekspert bunu inkar edirdi. Müstəntiq isə yaxşı bilirdi ki, atəş açılan silah yivlidir və kiçik kalibrli olduğundan onun açdığı dəlik bəzən heç diqqət çəkmir. Lakin güllə daxilə nüfuz etdikdən sonra bəzən tamam ayrı bir istiqamətlərə də yol açır. Hədəfi inanılmaz şəkildə məhv edir.
Mərhumda ikinci güllənin yeri tapılmadıqda müstəntiq ekspertə təklif edir ki, meyidin başını ülgüclə qırxsın. Ekspert tərəddüd edir. İkram Kərimov isə təkidindən əl çəkmir. Nəhayət ekspert ülgüclə mərhumun başını qırxır. Bu zaman mərhumun başında ilkin baxışdan diqqət çəkməyən güllə dəliyi tapılır. Doğrudan da ikinci atəş elə mərhumun başından açılmışdı. Bəs bu ziyalı ailəni kim, niyə öldürə bilərdi? Hadisə yerinə baxış Cinayət Prosessual Məcəllənin 134-cü maddəsində əks olunmuş ən mühüm istintaq hərəkətlərindən biridir. Bu baxış zamanı toplanmış sübutlar əməlin sübut edilməsində ana rol oynayır. Və təbii olaraq da müstəntiqin hadisə yerində 2 giliz tapması və həmin gilizlərin aid olduğu güllələrin izinə düşməsi onun əsas vəzifəsidir. Əslində bu işin açılması müstəntiqdən çox bir səy və zaman tələb eləmir. İşin açılma mexanizmindən daha çox cinayəti törədən şəxsin kimliyi və onun bu dəhşətli qətlləri törətmə səbəbidir. Tüfəng evdə stolun üstündə idi. Evin şəraiti dəyişməmişdi. Bəlli idi ki, evdə soyğun, oğurluq olmamışdı. Müstəntiq hadisə yerinin ilkin müayinəsini apardığı dəqiqələrdən artıq hiss edirdi ki, ailənin qızı fizika müəlliməsi olan həmin gənc müəllimə özünü qəribə və şübhəli aparır. Ona görə də İkram Kərimov qızın müayinədə iştirakına imkan vermir. Müstəntiq sonradan bilir ki, milislər bu zaman onu evdən çıxardıqdan sonra çöldə qalmasın deyə gözləmək üçün şöbəyə aparıblar. Təbii ki, müstəntiq əvvəlcədən də həmin qızın ləzgi dilindən Azərbaycan dilinə tərcümə işində xidmətindən istifadə eləmişdi və onu az da olsa tanıyırdı. Evin müayinəsi bitdikdən sonra müstəntiq şöbəyə gedir və qıza əvvəlcə başsağlığı verir. Davamında hal əhval tutur. Artıq qız ağlamağa başlayır və elə ilkin sorğu-sual zamanı qız hər şeyi etiraf eləməli olur. Çox güman ki, onun təsadüfən evin müayinəsi bitənə qədər gözləməməsi üçün milis şöbəsinə gətirilməsi, ardınca tanış prokurorun onunla xoş danışması qıza yalan danışmağa imkan vermir. O deyir ki, bəli, anamı da, atamı da mən öldürmüşəm. Ər arvad İlyasovları, doğma qızları elə evin sahibinin öz silahı ilə güllələmişdi. O, atasının silahının daim qorunduğu yeri və güllələrin saxlancını yaxşı bilirdi. Güllələmə səbəbi isə bəzilərinə film kimi, bəzilərinə isə inandırıcı gəlməyə bilər. Ali təhsilli fizika müəlliməsi orta məktəbdə dərs deyən bir qız deyir ki, onlara yazığım gəlirdi və onları sevdiyimə görə öldürdüm. Çünki onlar xəstə idilər, əzab çəkirdilər. Mən də istədim ki, bu əzabı bir an tez bitirim. Doğrudan da onlar xəstə idi. Qızın atası yataqda idi, qadın da xəstə idi. Qız əvvəlcə mətbəxdə olan anasını başından bir atəş açaraq öldürür. Daha sonra atasını yataq otağına keçir, onun da başından bir dəfə atəş açır. Atasının ölməyib xırıldadığını gördükdə isə dözmədiyini deyir və onun əzab çəkməməsi üçün təkrar alnından atəş açaraq atasını öldürür. Qız sonra izah edir ki, atasını öldürdükdən sonra onu çox istədiyindən başının altına əlavə balış da qoyub. Qızın dedikləri hadisə yerinin müayinəsi zamanı müəyyən edilən faktiki hallarla tam üst-üstə düşür. İstintaq nəticəsində ata-anasını öldürən müəllimə qızın şizofreniya xəstəsi olması qənaətinə gəlinir və öz hərəkətlərini ölçü-biçmək qabiliyyətində olmadığı müəyyən olunur və qusarlı gənc müəllimə barəsində qanunun tələb etdiyi yöndə tədbir görülür. Əgər şəxsin hadisəni törədən vaxt anlaqsız olduğu müəyyən olunarsa, yəni Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsir dairəsinə düşdüyü müəyyən edilərsə, şəxs o zaman məsuliyyətdən azad olunur. Və barəsində yalnız Cinayət Məcəlləsinin 95-ci maddəsində nəzərdə tutulan məcburi müalicə tədbirlərindən biri tətbiq edilir. Amma bu o demək deyil ki, onlar adi xəstəxanalarda yerləşdirilir və saxlanılır. Onlar gücləndirilmiş şəraitdə mühafizə olunaraq ruhi-psixiatrik müəssisələrdə saxlanılır. Belə qeyd edim, inanın ki, cəzaçəkmə müəssisələrinin çoxunun şəraiti
bəlkə də onlardan daha yüngüldür. Ailədə yaşayan belə xəstələr təhlükəli olduğundan müntəzəm olaraq müalicə almalı, daim həkim-psixiatr nəzarətində olmalıdır. Təhlükə mənbəyi olan silahlar da belə evlərdə saxlanılmamalıdır. Çünki bu kimi insanlar bəzən sevgidən də öldürə bilirmiş. Salamat qalın.